Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün də sizin üçün çox maraqlı bir vlog hazırlamışam. Bu həftə sonu mən ailəmlə birlikdə doğma kəndimizə gedirik. Hər dəfə ora gedəndə içim sevinclə dolur. Təbiəti, havası, uşaqlığımın izləri, hər küncdə bir xatirə var. Kəndimizin məscidi də diqqətimi çəkdi, illərin yadigarı sanki zamana şahidlik edir. Anamgildə biraz oturub hal-əhval tutduq. Daha sonra bibimgilə baş çəkdik. Hər zamanki kimi isti çay süfrəsi, bibimin dadlı mürəbbələri, qızım da çox sevinirdi. Bibim nəvəsi ilə o qədər oynadı ki, sanki zaman durdu. Bu mürəbbəni çox sevirəm. Bəzi yerlərdə buna qara moruq deyirlər, biz tərəfdə isə buna böyrütkən mürəbbəsi deyirlər. Çox ləzzətlidir. Mənim ən sevdiyim mürəbbələrdən biridir, elə bəlkə də birincisidir. Ona görə ürəyim istəyən qədər öz qabıma qoyuram və çayımı ləzzətlə içirəm. Daha sonra bibim qızımın bu gözəl quşları gözümə dəydi. Onları da çəkdim ki, siz də görəsiniz. Uşaqlar belə şirin oynamağında olsun, böyüklər söhbətində mən də sizə bibimgildə olan xırda əşyaları çəkdim, diqqətimi çəkən. Bunu bibim nəvəsi xırda legolardan hazırlayıb, çox diqqətimi çəkdi, çox istedadlıdır. Burada isə xatirə şəkilləri var, bir anlıq məni həmin anlara apardı. Axşam yenidən anamgilə qayıtdıq və orada gecələdik. Səhər erkəndən oyandım, həyəti gəzdim, güllərə, ağaclara baxdım. Çay dəmləyən zaman yarpız yarpaqlarından da əlavə edirəm. Yoldaşım bunu çox sevir. Ona görə də elə istədik ki, bizim həyətdə də bitsin. Onu belə torpaqlı şəkildə salafanın içərisinə yerləşdiririk və özümüzlə evimizə gətiririk. Məhəllədə gəzməyə davam edirəm. Bütün ağaclara baxıram, yoxlayıram meyvələrini. Bu gördüyünüz ağac qarağat ağacıdır. Düzdür, hələ ki meyvələri yetişməyib. Yetişdikdə kəndə gələndə sizin üçün çəkəcəm. Çox gözəl kompotu mürəbbəsi olur. Bu da mənim gözəl qızım, harda olursa olsun mənim üçün həmişə güldərir. Mən isə yarpız yarpaqları toplayıram çay dəmləmək üçün. İndi isə yavaş-yavaş o birisi tərəfə keçirəm ki, oradakı ağaclara da baxım. Bunlar isə anamın gözəl gülləridir, müxtəlif rənglərdə. Onlardan toplayıb qızım üçün buket hazırlamışdı. O da sevinə-sevinə gətirib buketini mənə göstərirdi. Bu kadrlarda isə lap uşaqlığım yadıma düşdü. Biz də qızım boyda olanda həmişə ağacdan alça dərib cibimizə doldururduq və sonra da onu şirin-şirin yeyirdik. İndi alçanı çox da sevmirəm, amma baxdım ki, qızım mən etdiyim hərəkətləri eynisi ilə təkrarlayır. Əslində mən alçanın dadına baxdım, şirin idi, göyç alçasıdır. Ancaq qızım burada ağzını elə büzür ki, sanki turş olduğu görünür. Ancaq çox da turş deyil idi, yaxşı idi, əsl alça dadındaydı. Bu isə ərik ağacıdır, artıq onların da meyvəsi böyüməyə başlayır. Məhləni gəzib ağaclara baxdıqdan sonra anamın bizim üçün hazırladığı sovqatları da götürüb məhlədən dərdiyim çiçəkləri, gülləri də maşınımıza qoyub yavaş-yavaş yola düşmək istəyirik. Anamgillə sağollaşıb artıq rayonun mərkəzinə doğru gedirik və orada ənənəmizə sadiq qalaraq dönər almaq istəyirik. Qızım da bunu çox sevir və budur, artıq onu almışıq. Gözəl bir mənzərədə maşınımızı dayandırmışıq. Bu gözəl mənzərəni seyr edəcəm. Dönərimizi də yeyirik. Gəlmişkən bu dadlı dönərləri də daim oğlu hazırlayır. Əgər Tərtərə yolunuz düşsə, mütləq yaxınlaşın. Adı Ləziz Dönərdir. Oradan özünüz üçün dönər sifariş edin. Hər dəfədə yaxşı kampaniyalar olur. Yəqin ki, siz gedən zamanda kampaniya ilə rastlaşa bilərsiniz. Tərtərdə bu kəndlərdə meyvəçiliklə məşğul olurlar. Meyvə ağaclarını belə xüsusi yetişdirib və onun satışı ilə məşğul olurlar. Yolun kənarında gördüm və diqqətimi çəkdi. Onu da sizlər üçün çəkdim. Və biz evə gəldik, gətirdiyim hər şeyi yerləşdirdim və mətbəxə keçdim. Kənd sovqatlarından ibarət çox dadlı, ləzzətli kükü bişirmək istədim. Ancaq mən kükünü biraz fərqli edirəm. Fərqim ondan ibarətdir ki, mən küküyə qoz da əlavə edirəm və bu ona çox xüsusi dad verir. Əvvəlcə göyərtiləri doğrayıram, təmiz-təmiz yuyuram, gözləyirəm ki, suyunu çəksin. Daha sonra qozu rəndələyirəm, rəndədən keçirdirəm, üzərinə yumurta əlavə edirəm.
Suyunu süzmüş göyərtiləri də əlavə edib qarışdırıram. Və sonda yağlı tavaya əlavə edirəm. Hər iki üzünü qızarana dək bişirirəm. Çox ləzzətli olur. Evdə hər kəs bu yeməyi çox sevir. Dostlar, beləliklə mənim daha bir vlogumun sonuna gəldik. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər hələlik.